Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, AFFA-nın dəstəyi, Tam Store Marketlər şəbəkəsinin baş sponsorluğu və Sibsi Sport telekanalının informasiya dəstəyi ilə təşkil olunan Dirçəliş Kubokunda qrup mərhələsi başa çatıb. Hər birində 10 kollektiv olmaqla 4 qrupdan mübarizə aparan 40 komandanın 16-sı play-offa yüksəlib. Bununla da turnirdə fasilə yaranıb. Yarışın təşkilatçısı Vaqif Axundov qrup mərhələsinin olduqca gərgin və maraqlı keçdiyini bildirib. Qrup mərhələsi möhtəşəm şəkildə keçdi. Sözün açığı gözləmirdim mən bu cür komandalar bu cür istəklə, bu cür maraqla turnirə qatılsınlar. Bizdə MVP, ən məhsuldar oyunçu, yəni ki, qol və assist baxımından bir yerdə statistikaya uyğun olaraq 3 nəfər amansız mübarizə aparır. Sibsi Sportun üzvləri Şəmsəddin Abbasov və Fərid Ramazanovun çıxış etdiyi media komandası da adını 16 ən güclü komanda sırasına yazdırmağı bacarıb. Kollektivin çağırışdırıcısı İlqar Tağıyev qrup mərhələsini dəyərləndirib. Turnirə məğlubiyyətlə başlamağımıza baxmayaraq, növbəti oyunlarda uşaqlar özlərində təpər tapdı və toparlana bildik. Əsas da 6 oyunluq, 6 xallıq oyunlarda qalib gəlməklə vəziyyətimizi son tur ərəfəsində nisbətən düzəldə bildik. Və bugün McDonald's kimi bir çətin komandanı məğlub etdiyimizə görə sevincliyəm. Uşaqlar əziyyət çəkdilər, rəqibin də haqqına girmək olmaz. Həqiqətən yaxşı gənc futbolçulardan ibarət bir komanda təşkil etmişdilər. Və hər halda 5-2 qalib gələrək bizə lazım olan 3 xal qazandıq və A qrupunda 4-cü yer tutmaqla play-offa keçə bildik. 8-də 1 final mərhələsi aprelin 4-ü 5 oynanılacaq. Turnirin keçirilməsində əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.